Salam əziz tələbələr. Bugün mən sizə həndəsə optika bölməsinə aid maraqlı bir sualın izahını verəcəm. Sualda deyilir ki, işıq şüası sındırma bucağı 60 dərəcə olan prizmanın yan üzünə perpendikulyar istiqamətdə düşür və sınan şüa prizmanın o bir üzü boyunca havaya çıxır. Prizma maddəsinin sındırma əmsalını hesablamaq lazımdır. Deməli, düzbucaqlı bir prizmamız var və işıq şüası düşür prizmanın yan üzünə perpendikulyar istiqamətdə və digər üzü boyunca havaya çıxır. Təbii ki, sındırma əmsalını təyin etmək üçün biz sınma qanunundan istifadə edəcəyik. Sınma qanunu sinüs alfa bölünsün sinüs beta bərabərdir 1 bölünsün n şəklində yazılır. Burada alfa beta düşmə və sınma bucaqlarıdır. Bunları göstərmək üçün prizmanın yan üzünə bir perpendikulyar normal çəkirəm və düşən şüa ilə normal arasında qalan bucaq alfa bucağı bizim düşmə bucağımızdır. Sınan şüa ilə normal arasında qalan bucaq beta bucağı isə sınma bucağıdır. Beta bucağı aydın məsələdir ki, şəkildən göründüyü kimi 90 dərəcəyə bərabərdir. Alfa bucağını təyin etmək üçün sındırma bucağını istifadə edəcəyik. Sındırma bucağı 60 dərəcədirsə, bura 90 dərəcədirsə, bu hissəyə qalır 30 dərəcə. Alfa ilə bu bucağın cəmi 90 dərəcə verirsə bizə alfa bucağı olacaq 60 dərəcə. Bu bucaqları sınma qanununda nəzərə alsaq, sinus 60 dərəcə bölünsün sinus 90 dərəcə bərabərdir 1 bölünsün n. Sinus 90 dərəcədə 1-ə bərabərdir. 60 dərəcədə isə köklü 3 bölünsün 2-dir. Məsələn, şərtində verilib. O yüzden yazırıq ki, köklü 3 bölünsün 2 bərabərdir 1 bölünsün n-ə. Buradan sındırma əmsalını təyin etsək, olacaq 2 bölünsün kök altında 3.